Dostlar, bir dənə ziyarətgahdan danışacağımsa, bəlkə də çoxunuz bilmirsiniz. Buranı mən də ilk dəfədir gəlirəm. Yaxınca Siyəzənin Məşrif kəndində Tazlı nənənin ziyarətgahı Hacı Vidad tərəfindən falan başa çatdırılmışdır. Gedək içəri, gəl. Deməli, bax, belə geniş ərazisi var. Çox gözəl bir yerdir. Gəlirlər burada qurban kəsirlər falan. Allah qəbul eləsin hər kəsin qurbanını. Və qurban kəsəndən sonra təbii ki, kimsə aparır, ehtiyacı insanlara verir. Biraz da hər bir kəsin özü yeməlidir. Bax, orada hazırlayırlar. Oranı biraz yaxın çəkə bilsən çək. Əmin imkan versə çək. Yaxşıdır. Bura bax. Bir də məsciddir. İçəridə namaz qılan namazını qılır və hətta oturmaq üçün, təbii ki, dualarını etmək üçün də yerlər var burada. Gəl qabağa, gəl. Ver mənə, mən özüm. Deməli, bu qaydada. Qıraqları görsətməyim. Sonra gəl. Deməli, Tazlı nənə burada dəfn edilib. Deməli, bizə dəqiqə. Kimin nəzri varsa, nəzir qutusuna atacaq. Təbii ki, ziyan vurmaq olmaz, yazmaq, pozmaq falan belə şey olmaz. Və Taclı nənə burada dəfn edilib. Allah rəhmət eləsin. Gələndə nə bilim şirniyyat qoyurlar, bəziləri bax belə bir pul qoyurlar. Bu keçən də mən bildirmişdim. Ondan ötürü ki, yəni ehtiyaclı insanlar bu pulları manat olsun, istəyir belə qəpiklər olsun, kimə ehtiyacsa bunu gəlib bura qoyulan, nə bilim, bax bu qəpikləri falan götürürlər. Deməli, Tazlı nənə Şah İsmayıl Xətaninin ikinci həyat yoldaşıdır. Adı Pəri xanım olub. Sadəcə Şahın yoldaşı olduğu üçün, tanınması üçün Tazlı ləqəbini ona veriblər. Allah rəhmət eləsin.